Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə çox qarışıq bir vloq paylaşacağım. Uzun müddətdir ki, vloq paylaşmırdım, amma həmin müddətdə, yəni çəkilişlər edirdim. Sadəcə olaraq, yəni vloq halına gətirməmişdim. Demək olar ki, bu vloq biraz, yəni vloq paylaşmadığım müddətdə nələr etmişəm, onun biraz hesabatı kimi olacaq. Vloqu günorta başlatdım. Deməli, hələ ki orucluq müddətidir qızlar. Novruz bayramından sonra hələ ki Ramazan bayramı ilə arada olan günlər müddətində idi. Mehrini bilirsiniz ki, hazırlığa qoymuşam. Mehrin həm bağçaya gedir, həm də hazırlığa gedir. Bağçada rus bölməsində oxumur Mehrin. Ona görə mən əlavə olaraq müəllim yanına qoymuşam Mehrini. Mehrini hazırlığa aparırdıq. Yol üstü də Mehrin qarışqaları gördü. Nəsə çox maraqla baxırdı, yuvalarını tapmağa çalışırdı. Hələ ki vaxtımıza var, biraz 10 dəqiqə, 15 dəqiqə tez gəlmişdik. Amma ondan öncə də mağazaya girmişdim qızlar. Alınacaq bəzi kosmetik məhsullar var idi, onları aldım. Mehrini qoyduq hazırlığa, sonra uğurla getdik marketə. Market alış-verişini də etdim. Marketin də qarşısında belə gül dükanı var. Burada bir çox güllərin toxumları satılır. Bir də belə dibçəkdə olan, daha sonra yəni aparılıb əkilməli olan güllər satırdılar. Burada da biraz çəkiliş etmək istədim. Hava çox gözəl idi. Gördüyünüz kimi çox qəşəng gün çıxmışdı. Güllər də rəngarəng, çox gözəl görsənirdi. Gözəl bir görüntü var idi. Biraz burada da belə çəkiliş etdim. Market alış-verişimizi etdik. Elə də çox bir şey alınası deyil idi. Alınacaqları alıb çıxmışdıq. Artıq evə qayıtmışam qızlar. Evdən çıxmamış bütün işim, gücüm, nəyim varsa hamısını da etmişdim. Və sizə yeni pərdələrimi göstərim qızlar. Əslində pərdələrimi deməyim, günlükləri deyim. Artıq 13 il idi ki, biz günlüklərimizi istifadə edirdik və kifayət qədər artıq köhnəlmişdi. Türklər deməli yıpranmışdı. Bu da yeni günlüklərimizdir. Bu günlük ümumiyyətlə, yəni otellərdə falan istifadə olunan günlüklərdəndir. Yəni heç cürə günəşi içəri ötürmür qızlar. Yəni otaq tamamilə qaranlıq olur. Yəni günün günorta çağı belə otaqda işığı yandırmaq məcburiyyətində qalırıq. Düzdür, yəni üzü yaya gedir. Təbii ki, yəni açılacaq günlüklər daimi bağlı qalmayacaq, amma çox yaxşı bir şeydir. Yəni səhər olanda belə, yəni yuxunu tam ala bilirsən də, yəni günəş birbaşa otağa vurmur. Uşaqların da otağında günlükləri dəyişdik qızlar. Əslində mən təklif etdim ki, bura birbaşa jalüz alaq. Daha sonra düşündük ki, yumru pəncərəyə jalüz yaramaz. Ona görə hələ ki günlüyə aldıq. İnşallah sonra da pərdələri alacağım. Bu arada qızlar artıq biz adyala keçmişik. Yorğanları da yığışdırmışam. Paltarlar var idi. Evdən çıxmamışdan öncə paltarları maşına vurmuşdum. Gələndə isə çıxartdım. Onları da sərəcəm. Ütlənəcək paltarlarım yenə də yığılıbdır. Deməli, mən hər dəfə özümə söz verirəm ki, paltarları yığmayacağam. Mütləqdir ki, yəni çıxan kimi ütləyib qoyacağam. Amma heç vaxt sözümə əməl etmirəm. Bu səfər də paltar vəbşə çox çıxdı. Səriləcək paltarları da sərdim. Buranın günlüyü də qızlar çıxartmışam. Öz otağımda olan günlüklərdən birini bura asacağam. Amma hələ ki yuyulsun, ondan sonra asacağam inşallah. Buranın günlüyü ümumiyyətlə cırılmışdı. Və sizə aldıqlarımı göstərim qızlar. Olivier mağazası açılıbdı Şüvalanda. Açılışa özəl də xeyli bir indirimlər var idi. Mən də endirimlərdən yararlanmaq istədim. Bədən skrabı almışdım. Sonra
Bunun mehrinə digərini isə uğra olmaqla 2 dənə diş fırçası aldım. Mehrim belə bir saç rezini gördü, xoşuna gəldi, onu mehrinə götürdüm. Bu da Intellect firmasının tujudur. Yəni bu firmanı ilk dəfə idi görürdüm qızlar. Aldım, amma istifadə də etmişəm artıq. Çox gözəldir, çox bəyəndim. Bir də onu deyim ki, bu aldıqlarımın içində ən bahalısı bədən skrabı idi ki, ona 9 manat pul vermişdim. Digərləri isə hamısı 60% endirimlə, məsəl üçün tuju 6 manata almışdım. Saç rezinini 2 manata, diş fırçalarını ədədini 1 manat 50 qəpikdən aldım. Bir də belə silikon bədən üçün qubqa almışam. Bu yaxınlarda eşitmişəm ki, qubqalar əslində ziyan imiş. Yəni nə qədər də olmasa onlar mikrobu üzərində çox saxlayırmış. Ən münasibi silikondan istifadə etməkdir. Mən də belə bir silikon qubqa aldım. Yəni istifadə etmişəm, istifadəsi də çox rahatdır. Bu isə Evaline firmasının bleskidir. Blesk deməyim, matdır. Yəni blesk belə deyək də formaca bleska oxşuyur, amma blesk bilirsiniz ki, parıltılı olur. Amma bu isə matdır. Yanında karandaşı da var qızlar, dodaq karandaşı. Rəngini çox bəyəndim. Ara sıra bu bleskdən, yəni dodaq boyasından alıram. Müxtəlif rəngləri var məndə. Belə rəngim bitmişdi, yenidən aldım. Bunun da qiyməti səhv eləmirəmsə 8 manat olmalı idi. 60% endirimdən 8 manata düşmüşdü. Bu da qaş karandaşıdır. Düzdür, bunun rəngi biraz mənə çox açıq oldu. Amma yenə də istifadə etmək olar. Belə aldıqlarım bu qədər. Ümumi bunların hamısına hardasa 28 manat pul ödəmişdim. Daha sonra biraz dincəldim, elədim. Axşam iftarımızı etdik. İftardan sonra yoldaşımın dayısı oğlu bizə gəlmişdilər. Onlarla biraz oturduq, söhbət elədik. Və həmin gündən bir gün sonra qızlar, yoldaşımın bir digər dayısı oğlu var, nişanlıdır. Və onlar təzə gəlinin ailəsini evlərinə qonaq dəvət eləmişdilər. Biz də oradaydıq təbii olaraq, qohum olaraq, belə deyim. Onların evi genişdir. Yuxarısında mansard hissə var və süfrəni mansardda açmışdıq. Biz də getdik, yəni kömək elədik. Çay üçün lazım olanları bir kənardan yığdıq. Bu da bizim süfrəmizdir. Yəni çəkilişi çox eləyə bilmədim qızlar. Yəni qonaqlar gələndən sonra dediyim kimi mən biraz kompleks eləyirəm. Yəni telefonu əlimə alım, hər şeyi çəkim. Biraz belə şeylərdə hələ ki kompleksim var. Belə dediyim kimi mansard hissədir, hündürdür. Yəni 3-cü mərtəbə elə bil ki mansarddır. Biraz da mənzərəni çəkim. Daha sonra qız evi gəldi və qız evi Şamaxıdandır qızlar. Belə çudular gətirmişdilər. Deyəsən səhv eləmirəmsə buna Şamaxı qutabı deyirlər. Əgər səhv eləyirəmsə də bilmirəm, səhvimi düzəldin. Bir də un qurabiyəsi gətirmişdilər. Bu isə oğlan üçün gətirdikləri xonçadır, yəni səbətdir. İçində çərəzlər var idi, enerji içkiləri var idi, sonra şokolad, şirniyyat belə şeylər var idi. Çərəzləri də belə stəkanlara, bakallara qoymuşdular qızlar. Bu bakallar da maraqlı bir ideya olmuşdu. Ümumi forması isə belə idi. Bütün günü səhərdən axşama qədər bir günümüzü də burada keçirtdik. Martın 30-u elə bil ki bayram günü də yoldaşımın dayısı gildə olduq. Bayramı orada keçirtdik. Və gəlirəm aprelin 4-ünə qızlar. Aprelin 4-ü mənim bacım oğlunun 3 yaşı tamam olurdu. Elə aprelin 4-ü həm də mənim kanalımın 3 yaşı olur. Çünki bacım oğlu anadan olanda ilk vlogu paylaşmışam.
demək olar ki, yəni 2 qat belə deyim də ad günü idi. Düzdür, belə deyim, hələ ki YouTube sahəsində istədiyim nəticəni əldə etməmişəm, amma ki, düşünürəm ki, yavaş-yavaş o da olacaq. Çünki tam belə gücümü bura sərf eləyə bilmirəm. Nəysə, bacı ilə getdik, şarları gellə doldurduq. Bir qismini, digər bir qismini isə mən gəlib evdə doldurdum. Bunlar isə gellə olanlardır. Bacım oğlu heyvanları çox sevir və düşündük ki, 3 yaş teması safari olsun. Bir də belə şirnilər hazırlamışdı bacım. Əslində bağça uşaqlarına hazırlamışdı və bir ədəd də Mehrinə ayırmışdı. Bu da tortudur. Mən bəzək işlərini eləyənə qədər anamla bacım da süfrəyə gedəcək yeməkləri hazır etdilər. Bu da dekorumuzdur qızlar. Dekoru özüm eləmişəm, özüm hazırlamışam. Deməli, gellə doldurduğumuz şarları yerə skoçladım. Yəni, hamısını eyni ölçüdə yox, birini aşağı, birini yuxarı olmaqla bu formada yığdım. Digər heyvan fiqurası olan şarları isə aşağıdan yığmışam. Bunlar da dik qalsınlar deyə o üz-bu-üz skoçla döşəməyə yapışdırdım. Sonra bacının belə bir ağacı var idi. Onu da gətirdik, qoyduq. Bu ağac təbii ağacdır qızlar bu arada. Belə dekor çox gözəl alındı, çox ürəyimizcə alındı. Bilmirəm, indi siz nə dərəcədə sevdiniz, xoşunuza gəldi, amma biz çox bəyəndik. Həm rəngarənglik var idi, həm də ki, tam istədiyimiz kimi oldu. Ucal da gördü, çox sevindi. Hədsiz sevindi, çünki Ucalın heyvanlara qarşı çox böyük sevgisi var, marağı var. Daha sonra qardaşım Gildə gəldi. Bu da qardaşımın qızı idi, Esmeralda. Uşaqlar doyunca əyləndilər. Biz də bir tərəfdən süfrəni hazırladıq. Anam Tbilisi salatı hazırlamışdı, bilinçik hazırlamışdı. Bir də bura belə plakat deyim də, onları vurduq. Üngülvari də süfrəni açdıq. Bir də anam aş, aşqara və toyuq qızartmışdı, hazırlamışdı. Onların çəkilişini etməmişəm qızlar. Sizləri bilmirəm qızlar, amma mənim üçün, yəni övladlarımın ad günündə ən vacib olan məqam dekor məsələsidir. Çünki dekoru edirəm, daha sonra yəni çəkilişlər edirik, videodur, foto çəkilişlər edirik. Yəni uşağın yadında da qalan bu olacaq. İndi inşallah Ucal böyüyüb qoca kişi belə olanda, yəni bu videolara, bu şəkillərə baxacaq. Ona görə də açıq deyim, yemək məsələsinə mən elə də çox önəm vermirəm. Əsas görüntüdür mənim üçün. Bu da tortudur, açdıq, gətirdik, üzərinə şamı qoyduq. Yəni hər ad günlərində mən də, bacı da çalışırıq ki, yəni mütləq şəkildə nəsə yadda qalan bir şeylər olsun. Zövqümüzcə, göz oxşayan bir şeylər olsun ki, uşaqlara da belə deyim, yəni yadda qalan, xatirə qalacaq bir şeylər olsun. O yeməkdir, salatdır filan, yəni heç uşaq onu başa düşmür. Heç böyüyəndə də onlar təbii ki, yadına düşməyəcək. Nəysə ki, Ucalı buradan da təbrik eləyirəm, böyük oğlan olsun.